Müharibə cinayətlərini törətməkdə 1-ci Qarabağ müharibəsində əsir götürülən Azərbaycanlılara çoxsaylı işgəncələr verməkdə təqsirli bilinən Lyudvik Mkırtıçyan və Alyoşa Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə prosesinin bugünkü gedişatı haqqında məlumatları əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Hər vaxtınız xeyir Südabə, buyurun söz sizdədir. Hər vaxtınız xeyirli olsun Lalə, tamaşaçıları da salamlayırıq. Artıq bir aya yaxındır ki, Yasamal rayon məhkəməsinin inzibati binasında təxminən 15 ildən artıq bir müddətə insanlıq bəşəriyyət əleyhinə törədilmiş çoxsaylı cinayət əməlləri bu zalda, bu məhkəmədə araşdırılır. Və cinayət əməlləri həddən ziyadə çoxsaylıdır. Cinayət işində olan epizodların da sayı həddən ziyadə çoxdur. Qeyd edək ki, təqsirləndirilən Alyoşa Xosrovyan və Lyudvik Mkırtıçyan törətdikləri cinayət əməllərinə görə bugün Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verirlər. Bugünkü məhkəmə prosesində zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə verildi. Lyudvik Mkırtıçyanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi epizodu üzrə bu ötən ilin oktyabr ayında olub və qeyd olundu ki, ötən ilin oktyabrında Lyudvik Mkırtıçyan bir qrup şəxslə tərk-islah olunarkən Azərbaycanlılara qarşı müqavimət göstərib. Hətta o tərkibində olan dəstənin üzvlərinə, gənclərə Azərbaycanlılara qarşı atəş açmağı əmr edilmiş və bu barədə göstərişlər verilmiş və həmin vaxtda da bizim bir nəfər silahlı qüvvələrimizin hərbi qulluqçusu şəhid olub. Özü Lyudvik Mkırtıçyan bildirdi ki, həqiqətən də həmin vaxtda Azərbaycanlılara qarşı atəş açılıb və o atəş açanın da hələ Azərbaycanlılar tərəfindən məhv edildiyini, zərərsizləşdirildiyini bildirdi. Amma təbii ki, özünün bu cinayət əməllərindən bir qədər kənarda tutdu. Bununla yanaşı o özünün sərbəst ifadəsində bildirdi ki, həqiqətən də 1993-cü ildə, 94-cü ildə Azərbaycanda olan, Azərbaycana qarşı, Azərbaycanın o zaman işğal olunmuş ərazilərində Azərbaycanlılara qarşı hərbi əməliyyatlardan iştirak edib. Bundan sonra növbəti dəfə aprel döyüşlərindən sonra yenidən o Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib və yenə də həmin postlarda olduğunu etiraf etdi. Və növbəti dəfə, sonuncu dəfə isə ötən ilin oktyabrında Azərbaycanlılara qarşı hərbi birləşmədə, yəni tərkibində olduğunu bildirdi və eyni zamanda da o tərk-islah olunarkən onun üzərində avtomat silah olub, digər silah-sursatlar olub. Qeyd edək ki, o ifadəsində bildirdi ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanlılara qarşı döyüşməyə göndərilib və növbəti dəfə, sonuncu dəfə o Azərbaycanlılara qarşı göndərilərkən döyüşməyə Yerpara təşkilatı tərəfindən güya məcbur olunub. Bilirik ki, bu təşkilat yarı hərbi təşkilatda və eyni zamanda həmin təşkilat dünyada yaşayan erməni diaspora tərəfindən maliyyələşdirir və onun üzvləri könüllərdən ibarətdir. O könüllər də Azərbaycanlılara qarşı bu uzun illər davam edən bu müharibə nəticəsində onlar iştirak ediblər və bu dəfələrlə cinayət hadisələrində, əməllərində öz təsdiqini tapıb. Və onun da bir məqamı da vurğulayım ki, Alyoşa Xosrovyan da, Lyudvik Mkırtıçyan da hər ikisi Azərbaycan tərəfindən üzr istədilər və eyni zamanda onlar əməllərindən peşman olduqlarını və hətta belə deyib bağışlanmalarını xahiş etdilər. Və Alyoşa Xosrovyan isə o bildirdi ki, ifadəsində o yalnız Azərbaycan ərazilərini, sərhədlərini qanunsuz keçməkdə özünü təqsirləyir. Lyudvik Mkırtıçyan isə təbii ki, digər cinayət epizodları, əməlləri üzrə cavab verməkdə çətinlik çəkdiyini ifadə etdi, amma bütün bunlara baxmayaraq o əməllərini etiraf edərək bağışlanmasını xahiş etdi. Qeyd etdiyimiz kimi, zərərçəkənlərin burada çox saylı ifadələri bundan əvvəl də dinlənib və bugün də həmin zərərçəkənlər ifadələrində bildirdilər ki, onlar əsasən Şuşa həbsxanasında olduqları müddətdə hər iki şəxs onlara qarşı olmazın işgəncələr verilməsi prosesində iştirak ediblər. Onlar Azərbaycanın əmlakına qarşı, mülki insanlara qarşı, hərbi insanlarımıza qarşı, əsir götürülən insanlarımıza qarşı bir tərəfdən, yəni işğalçılıq əməllərində iştirak ediblər. Digər tərəfdən isə Azərbaycan ərazilərinin dağıdılmasında, vandal bir hərəkətlərin, terror əməllərinin keçirilməsində, cinayətkar qrupların yaradılmasında, yəni biz bu günləri işğaldan azad olunan ərazilərimizdəki o vandalizmi görürük, məhv olmanı görürük. Bütün bunlar həmin bugünkü prosesdə və bundan əvvəl bir ayda davam edən məhkəmə prosesində bütün bunlara aydınlıq gəlir ki, bizim
bizim o işğaldan azad olunan ərazilərimiz nədən o vandallığa məruz qalmış? Yəni o ərazilərdəki bütün sərvətlər ermənilər daşıyıblar, özlərinə mülklər tikiblər, öz ərazilərinə. Azərbaycanlı qəbirləri necə təhqir ediblər, bunun hansı səbəbləri var imiş? Hamısı bugünkü, bax bugün araşdırılan məhkəmə cinayəti prosesində öz əksini tapır ayrı-ayrı epizodlar üzrə. İndi hal-hazırda zərər çəkənlərin təqsirləndirilənlərə sualları araşdırılır, onların suallarına aydınlıq gətirilir. Bundan sonra məhkəmə işində olan digər istintaq materialları elan olunacaq. Qeyd edək ki, məhkəmədə işində ittiham aktı çox böyükdür. Burada epizodlar həddən ziyadə çoxdur və bundan sonra isə dövlət ittihamçısının çıxışı gözlənilir. Onda qeyd edək ki, hər iki təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham irəli sürülür. Başlıcası isə onlar insanlıq, sülh, bəşəriyyət əleyhinə törədilmiş cinayət əməlləridir və eyni zamanda qruplaşmanın tərkibində olması, terror əməlləri və digər əməllərdir. Və məhkəmə prosesi açıq keçirilir. Məhkəmə prosesində çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələri, vəkillər və eyni zamanda tərcüməsi iştirak edir. Hələlik bizdən bu qədər. Söz sizdədir. Növbəti buraxılışda biz daha ətraflı məlumat verməyə çalışacağıq. Təşəkkür edirik Südabə ətraflı məlumat üçün. Xatırladaq ki, müharibə cinayətkarlarının növbəti məhkəmə prosesi keçirilir. Bugünkü prosesin gedişatı haqqında ətraflı məlumatları bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli çatdırdı.